gözünüzü qaşıyarsınız, ovarsanızsa astigmat arta bilər. Hani vəziyyət belədir. Gözünüzün kökü sağlıqlıdır. Heç bir problem yoxdur. Görmə siniri, görmə mərkəzi, göz təzyiqi normaldır. Gözündə iki problemi var. Biri astigmatdır. Ən çox sağ gözünüzdə -2,25-dir. Sol gözünüzdə -0,75. Siz uzağı solun hesabına yaxşı görürsünüz. İki yolunuz var. Əgər bu astigmat sizi çox narahat eləmirsə, yəni belə idarə eləyə bilərsinizsə, ya aşkı taxa bilərsiniz, aşkı taxmasanız da zaten bundan sonra çox artmayacaq. Amma aşkı taxarsanızsa daha konfortlu görərsiniz. Amma aşkı taxmaq istəmirsinizsə, ekzemer lazer əməliyyatı bu nömrələr sıfırlana bilər. Əməliyyatın növləri var, təzə əməliyyat var, smile. Smile eyelasikdən bir üstündür və smile-də quruluq ehtimalı sıfıra enir. Əməliyyat istəyirəm. Gözünüzə xəritə çəkmək lazımdır, göz xəritəsi. Baxmaq lazımdır ki, göz əməliyyata tam uyğundur yoxsa yox. Çünki hər göz əməliyyata uyğun olmur.